Herkese salam dostlar. Bugün Minecraft'da Ancient City'də 100 gün həyatda qalma oynayırıq dostlar. Kanala like atmağı, abunə olmağı unutmayın dostlar. Abunə olduqdan sonra zillərin hamısını açın ki, videolardan ilk siz xəbərdar olun. İndi isə keçək video dostlar. Ancient City'də növbəti digər bölümlərdə bilirsiniz ki, biz həmişə yerin altındaydı. Baxın, suyun altından bir xeylən çıxdım. Qabaqdakı mağışa var idi. Hani gör. Dedi baba çıxdım buradan. Bir xeyləm də yoruldum, boğulurdum, az qalsın ölürdüm. Canım da az qalsın azalmışdı. Bunu yeyirdim, hələ də doydurmurdu. Qabaqda da kənd var idi. Ondan əvvəl isə mən şanslıqdan elə bir ki, yanımda creeper partladı. Düzü qalxamla savurdu. Burada bu var. Bunu bilmirəm nədir. Bu hansı bitkidir. Bunu mən necə götürəcəm onu da bilmədim. Çakılı atsam, bu nə bitkisidir ki? Ateş böceği çalışsın. Nəyə işə yarayır ki indi bu? Bu hələ ki qalsın yanımda. Bunu götürüm, ateş böceği çalışsın. Bu tərəflərdə də var idi. Burada zombi ölür. Bu tərəflərdə də var idi ateş böceği çalışsın. Ondan əvvəl dostlar, şükür ki artıq nədir? Mən envanterim doludur. Mən hara gedirəm bunları öldürüb. Yemək tapmaq kimi bir problemim olmayacaq. İndi mən buradan nəyə ata bilərəm? Elə bunu. Dəri də getsin. Ət var idi bayaq da burada. Hani öldürmüşdüm. Hə. Nə qədər ətim var? 6 dənə. Elmas qulun tutanda 2 dənə vuruş öldürdü. Burası envanterim çox doludur. Mən qabaqdakı kəndə də gedəcəm. Ondan əvvəl qoyun var. Başqa nəsə bir yeyilməli bir heyvan. Toyuq da var. Kənddə ümid edirəm ki, nəsə olar. Qabaqda da bir xeyləm dağ var dostlar, görürsünüz orada. İndi gedim mən kəndə. Ancient City'də əlbəttə ki, bilirsiniz ki, aha buradakı inəyi də öldürün. Qaçma. Nə qədər ətim oldu? 10 dənə. Bilirsiniz ki dostlar, elmas set olmuşam. Yəni köhnə bölümləri izləməyi tövsiyə edirəm. Bu su, daha doğrusu göldür, okeandır. Nəsə bir su hövzəsi az qalsın, yəni buradan yuxarı çıxa öldürürdü məni. Çıxmağı göstərmədim dostlar, çünki bilirəm ki sıxıcı olardı, özdəki video bir xeyli uzun olardı. Ona görə dedim ki ən əsası gəlin buradan çıxın. Baxım görün burada nə var? Mağarada. Buradakı mağara başlanğıcı var, girişi var daha doğrusu. Buradakının da hop. Burada iskelet ölür. Burada qurdum olsaydı əgər sümükdən tapıb verərdim mən qurda. Evcilleşdirərdim. İndi burada da bir xeyləm də inək var. Baxaq görək dəmirçi evindən nələr çıxacaq. Baxaq da görək. Burada bir dənə yataq var. Yataq problemi olmayacaq. Burada madən fırını var və qabaqda da köy var. Daha doğrusu fırıncı. Burada qolemimiz var. Bax görə burada nə var? Almadır. Mən indi dəmir tozlu qırılmazı qonarım. Koruma 3. Elmasları götürüm. 6 dənə elmasım var. Çörək. Almanı da götürüm. Almanı götürüm amma envanterim belə çox olması redstone'u qoyaq da burada lazım deyil. Gərək envanter düzəni eləməliyəm. Bax görə digər evlərdə samanlar da var. Bunları da götürəcəm indi birazdan. Ondan sonra digər evlərə də baxaq. Məsələn bunlar nə satırlar? Xəritəcidir bu. Boş xəritə satır. Lazımdır əslində, bir xeyirdir. Burada nəsə mən bilən evdə yoxdur heç nə. Bir dənə buranın elə bir ki yuxarısı var, yuxarı mərtəbəsi. Çıxa bilsən bir dənə. Hə. Başqa da heç nə yoxdur. Canım da bir xeyli azala gedir. Elə də yıxıla gedirəm. Ətləri də pişirəcəm biraz da. Doymaq üçün. Evdən başqa buraya mən getdim. Qabaq hissəyə baxaq görək nələr var. Burada da bal qabaqları görürsünüz. Baxın orada. Bir dəqiqə mən. 2 dənədir. Nə yaxşı. 2 dənədir. Burada nə var? Burada da bir 44 dənə dəmirim oldu. 7 dənə alma. 4 dənə də çörək. Bomba kimi.
İndi digər evlər deyəndə burada heç nə yoxdur. Məhsul da var burada. Bomba kimi. Burada yuxarıda sandıq yoxdur. Yenə də kəndin sahibiyəm. Düzdür. İndi burada şey eləyəcəm. Üretim üçün bir yer eləyəcəm. Sənə dəmir farmı eləyəcəm. Çox mükəmməl olacaq. Sonra bu yemək qidamı ehtiyatı azaltmaq üçün oradan da bir mükəmməl bir şey eləyəcəm. İndi mən bir dənə ev seçməliyəm. O evi də mən hələ ki dəmirçi evi seçəcəm. Bax özdəki bu ev. 2 dənə dəmirçi evi yaxın olması çox mükəmməldir. O bu kənddə də 2 dənə olması hələ daha üst səviyyədir. Bura mən birinci əşyalarımı qoyuyorum. Birinci bunları çıxardaq meydana. Məsələn bunu bura qoyaq. Bunu da bura qoyaq. Kömürləri də qoyaq, isidək bir yeməkləri. Yemək. Mənim ətmanı. Buradadır. Kör oldum bir anda. Bunları pişirək. Bunlar bir pişsin. Sonra dəmirləri də isidəcəm. Ondan sonra bir dənə də fırın çöldə var idi. Buradan yarıya qədər götürün. Bunun 7 dənəsini bura 34 dənə dəmiri isidsin. Bunun 7 dənəsindən də bakır da isidək onu da. Baxaq görək nə gəlir başımıza. Digər tərəfdən də yaxşı, məsələn, onarım böyük oldu. Dayan. Bundan bunu nəsə eləyə bilirəm mən, tutaq ki. Büyülü kitabı bura qoysam, kitab verir. Bunu da qoysam, kitab vermir. Bu nə mənasız bir şeydir bu. O qədər büyülərim var. Bax, alevdən çevrə. Çevik gizlilik 3, qanimet 1, ipeksi dokunuş. Mən bunların nə işə yaradığını videodan əvvəl, sonra daha doğrusu baxacağım. Sən nə satırsan? Sən yenə həmin adamsan. Sən bunda çürük ət yoxdur, amma məndə zümrüt, redstone tozu. Gəl redstone tozu verim sənə, mənə zümrüt ver. Bunlar isidməkdə olsun. Mən də bölümü burada da sonlandırım dostlar. Kanala like atmağı, abunə olmağı unutmayın dostlar. Gün işığı, gün batımında izlədək. Gələn bölümlərdə görüşmək ümidilə dostlar. Sağ olun, salamat qalın.